İnsanın gözəlliyi zamanla və yaxud hər hansı bir hadisə nəticəsində gedə bilər, amma xarakter isə qalıcıdır. Tarix də bunu sübut edir. Yadda qalan insanlar gözəllikləri ilə yox, əxlaqları və faydalı işləri ilə xatırlanırlar. Elmi araşdırmalar da göstərir ki, insanın özünü qəbul etməsi psixoloji sağlamlığın əsas şərtlərindən biridir. Amma bu o demək deyil ki, insan öz üzərində işləməməlidir. Əksinə, hər şeyi daha yaxşı etməyə çalışmaq inkişafın özüdür. Mükəmməllik insana aid deyil. Hər insanın mütləq ki bir qüsuru var. Qüsursuz olan tək bir Allahdır. Bu həqiqəti qəbul edən insan nə təkəbbürlü olur, nə də özünü başqaları ilə müqayisə edib əzir. Kompleksli olduq, olmadıq, bu bədənlə yaşamağa məcburuq. Lakin bu bədənlə necə yaşamağımız bizim seçimimizdir. Unutma, insanın dəyəri güzgüdə gördüyü simada yox, qəlbində daşıdığı niyyətdə və etdiyi əməldə ölçülür.